Əziz gənclər, ata-ananızın qədrini bilin, sağ ikən onlara ehtiram edin, sağ ikən onların qədrini bilib, onların əllərini öpün. Allah Rəsulü demişkən, valideynin övlada etdiyi dua, Peyğəmbərin ümmətə etdiyi dua kimidir. Bəzən düşünürük, filankəsin atası yoxdur, yetimdir. Bəli, yetimlik yoxsulluq deyil, imtihandır. Allah hər kəsi çətinliyə salacaq. Allah yetimin sahibidir. Dua yetimin silahıdır. Ruhunu Allaha bağlayan gənc həyatda uduzmaz. Ona görə bugün hər bir şəxs uğur qazanmaq istəyirsə, nailiyyət əldə eləmək istəyirsə, yüksək pillələri fəth etmək istəyirsə, mütləq ata-anasına xidmət etməlidir. Öləndən də sonra dua edib Allahına yalvarmalıdır. İtaətdə möhkəm olub Allahının qarşısında, valideynlərin ruhunu qarşısında öz məsuliyyətini hiss eləyən bir gənc heç şübhəsiz uğur qazanacaq.